Yeddinci sualdan başlayalım, düzdür. Bəli. 7-ci sualda belədir. Səhifə 22 maddə miqdarı və qadr qanunu maddə miqdarı bölməsinə 7-ci sual. 5 mol H2S-də neçə molekul var? Bizə veriblər bax belə bir şey. Və molekulda bizdən neynirlər? Soruşurlar. Mən sizə dərs izahında nə dedim? Dedim ki, maddənin formulu önəm daşımır da. Bizə əsas mol önəm daşıyır. Biz bilirik ki, qaydadan ki, 1 mol istənilən maddədə nə qədər molekul var? 6,2 vur 10 üstü 23 molekul. Əgər bu 5 mol olarsa, deməli, neçə dəfə çox götürmüsən? 5 dəfə çox. Deməli, molekulda nə olacaq? 5 dəfə çox olacaq. Düzdürmü? Hə, indi şeyi də yandıraram. Lütfən də yandır. Ekranı verirəm ki, baxarsın narahat olmayıb. Burada da onsuz da şeylər. Ekranda görsən. 5-i 6-dan 102 vurun 23-ə vururuq. Nə qədər eləyəcək? 30,1 vurulsun 10 üstü 23. Yaxşı. İndi orada ola bilər elə cavab olmasın. Elə cavab olmasın. Məsəl üçün verə bilərlər 3,1 vur 10 üstü 24. Yaxşımı? Vergülü çəkirsənsə sol tərəfə, elə bir ki, qüvvət artmış olur. Yəni, əksinə, sağ tərəfə vergülü sürüşdürsən, nə eləmiş olur? Yəni, 10 üstünü azaltmış olursan. Məsəl üçün, 301 vurulsun 10 üstü, məsəl üçün 22 olar. Bax, belə də verilə bilər variantda, belə də verilə bilər, belə də verilə bilər. Yenə edirəm, bunların üçü də doğrudur. Amma bunlardan üçü də eyni anda verilməyəcək. Yəni, təbii ki, qapalı testlərdə biri verilir. Yaxşı, biri doğru cavab olaraq verilir. Keçək növbəti suala. 9-cu sual. Yaxşı. 9-cu sualda 15-18 qram natrium tiosulfatda olan şür atomların sayını göstərin. Natrium 2, S2, O3. 15,8 qram da bunu veriblər bizə. Maddənin MR-ni də veriblər neçə? 158. Düzdür? 158. Biz bayaq nə dedik? Dedik ki, maddənin MR-i nəyə uyğun gəlir? Yəni, maddənin molyar kütləsindən nisbi molekul kütləsi nədir? Eyni şeydir. Yəni ki, ədədi qiymətsə bunlar nədir? Bir-birinə bərabərdir. Deməli, MR-i bilməklə biz maddənin 1 molunun kütləsini bilmiş oluruq. 158 qram olduğunu bilmiş oluruq. Bəs bu bizə nə qədər verib? 15,8 verib. Bu bizə özünün molekul kütləsindən neçə dəfə az verib? 10 dəfə. 15,18, 158 10 dəfə azdır. Onda bu da neçə mol olacaq? 10 dəfə az. Bunu 10 dəfə azalsın. Yəni, biri 10 dəfə azalında 0,1 mol olur. Düzdürmü? Amma o bizdən nəyə soruşur? Küçül atomlarını soruşur. Ümumi atomları soruşmur, ha? Küçül atomlarını soruşur ki, nə qədərdir? Biz də bilirik ki, 1 mol, yəni formula uyğun gələn atomlardır. Yəni, 2 mol küçüldə atom var. Sayla ifadə edəsək, 2 vurulsun 6-dan %2 vur 10 üstü 23 küçüldə atomumuz var. Yaxşı. Amma 0,1 mol maddədə nə qədər küçüldə atom olar? Biz onu tapırıq. Nə qədər eləyər o da? 12,4 vur 10 üstü 22. Yaxşı. Və yaxud bu %4 olmalıdır. Və yaxud 1,204 vurulsun 10 üstü 23. Yaxşı. Bu cavablardan hansı var? 1,204 vurulsun 10 üstü 23 doğru cavab olacaq B variantı. Yaxşı. Keçək 10-cu suala. Hə, atacam qurban, atım. 10-cu suala baxırıq. 0,1 mol X brom 3-ün kütləsi 2,67 qramdır. X-in nisbi atom kütləsini hesablayın. Bromun atom kütləsini veriblər, dostlar, 80. Və buna əlavə olaraq X brom 3, X brom 3, X brom 3 bizə veriblər. Kütlə olaraq 2,167 qram. Yaxşı. Deməli, təbii ki, kütlə veriblərsə, mənə molyar kütlə də lazım olacaq. Nisbi molekul kütləni hesablamaq lazım olacaq. Bir dənə X var, 3 dənə brom var. Bir dənə brom nə qədərdir? 80.
Onda bu nə qədər olacaq? 380-ə vuracaqsınız, eləyəcək 240. Düzdürmü? Deməli, bayaq da dedi ki, Nismark kütləni bilməklə maddənin nəyini bilmiş oluruq? 1 molunu, kütləsini bilmiş. 1 moluna 1 mol X brom 3-ün kütləsi X plus 240-dır. O bizə verib neçə mol? 0,1 mol birləşmənin kütləsini bizə neçə qram verib? İşte %67 qram verib. Tənasib Allaha şükür bilirsiniz necə edirlər. Buradan rahat bir şəkildə nəyə tapmış olacaqsınız? X tapmış olacaqsınız. X plus 240 bərabərdir. 2,67 bölünsün 0,1. Bu da eləyəcək nə qədər? 267. X plus 240 bərabər 267. X bərabər neçə eləyir? 27. X-i 27 tapmaqla nisbə atom kütləsini tapmış olur. Doğru cavab B variantı eləyəcək. Ondan sonra keçdi 11-ci sual. 11-ci tapşırıqda müəyyən həcm propanın kütləsi 8,8 qramdır. Həmin həcm karbon monoksidin kütləsi neçə qram olar? Uşaqlar, bizə düzdür, sinifdə verməmişdim bunu, amma niyə elədik? Ki, evdə siz üçün asan olsun. 44. Deməli, deyirlər müəyyən həcm. Müəyyən həcm deyirsə, biz bilmirik axı neçə həcm. Hansı həcmdir? Yəni, neçə litr götürülür? Sadəcə olaraq bizə deyir ki, propanın kütləsi 818 qram. Propan da bilmirsiniz. Aydın məsələdir, normal bir şeydir. Propan budur. Karbon qazı da budur dostlar. Bunu bilirsiniz, görmürsünüz. Amma bunu yox. Bu maddənin neçə moluna uyğun gəlir? Bax, hər dəfə deyirəm, görüm yadınızda qaldı, yoxsa yox. Bayaqçı suallardan önce bir neçə dəfə demişəm. Mr nəyə bərabərdir? Malyar kütləyə. Malyar kütlə nədir? Maddənin 1 moluna düşən kütlə. Deməli, belə çıxır ki, 1 mol C3H8 neçə qramdır? 44 qramdır. O bizə neçə qram verib? 8,8 qram verib. Deməli, belə çıxır ki, bu kütləyə o neçə mol bizə propan vermiş olur? Bəli, tənasib təbii ki. 8,18 44-dən neçə daha azdır? 5 daha azdır, düzdürmü? Onda bu tərəfdə, sol tərəfdə 5 dəfə azaldıb, x-i tapmış oluruq. Neçə eləyir? 0,2 mol. Düzdür? Biz indi bu molu bildik. O da bizə deyir ki, elə həmin həcm. Nəzərdə çatdırım ki, həcmlə işləmək, elə molla işləmək eyni şey. İndi ola bilər bir çoxlu fikirləşəsiniz ki, müəllim orada həcm deyib, amma siz molla tapmışsınız. Fərqi yoxdur uşaqlar. Ən kiçik miqdar olduğundan görə mən molla işlədim. Amma siz belə getməyib, məsəl üçün həcmlə də eləyə bilərdiniz. Onda həcmlə eləsəydiniz, 1 mol özü 22,4 litrdir də. Gərək tənasib belə qurardınız. 22,4 litr propan 1 moldur nəticədə. 1 mol da neçə qram deməkdir? 44 qram deməkdir. 8,8 qram x litr. Buradan da x 5 dəfə azalsın 22,4-ü. Nə qədər eləyəcək? 4,48 litr edəcək. Yenə təkrar edirəm, uşaqlar. Bununla bu eyni şey deməkdir. Dərsin əvvəlində zaten sizə dedim. 1 mol 22,4 litr. 2 mol 44,8 litr olacaq qazlar üçün. 5 dəfə az, 1 molu 5 dəfə azalsın, 22,4-ü 5 dəfə azalsın. O da nə qədər eləyəcək? 4,48 litr eləyəcək. Yəni, bu mola uyğun gələn kütlə nədirsə, elə bu litrə də uyğun gələn kütlə odur. Yəni, sözümün canı odur. Onu demək istəyirəm. Və bizdə indi bu dəfə karbon monoksid soruşur. Karbon monoksiddir. Burada mən ayağında 2 yazmışam. Üzrli hesab edeyim. 28-dir. Aha. İndi həmin miqdar. Molla da gedib taparıq, litrlə taparıq, eyni şey olacaq. Bunu biz necə danışdıq sizinlə? Dedik ki, 1 mol uyğun gələn kütlərdə, düzdürmü? 1 mol CO neçə qram veriblər? 28 qram veriblər. 0,2 mol nə qədər eləyəcək? Yəni 28-i 5 dəfə azaldacaqsınız. Nə qədər eləyəcək? 5,6 qram eləyəcək. Başqa sözlə 0,2-ni 28-ə vurursa 5,6 qram eləyəcək. Düzdürmü? CO. İndi gəlin litrlə gedək, yenə həmin nəticəyə çıxacaqsınız. Uşaqlar, istənilən maddənin ML-in veriblərsə, yəni 1 mola düşən kütlə deməkdir. 1 molda neçə litr deməkdir? 22,4 litr. 22,4 litr CO 28 qramdırsa, 4,48 litr CO neçə qram olar?
5 dəfə az, bunu da 5 dəfə azaldacaqsınız. Yəni neçə elədi? 5-16 qram. İndi gördünüzmü? Yəni litrlə gedəndə, molla gedəndə nə edirik? Eyni nəticəyə varmış oluruq dostlar. Yəni ki, fərqi yoxdur ki, beyninizdə suallar qalmasın ki, müəllim orada həcm demişdi, siz molla tapdınız. Yəni həcm mol demək olar cavabı eyni çıxacaq. Tamam. Keçək növbəti sualımıza. 11-dən sonra 15 var idi, düzdürmü? 15-ci sualda 1,5 mol H klorda cəmi neçə atom var? 1,5 mol H klorda cəmi neçə atom var? Yaxşı, uşaqlar. Biz maddənin 1 molunu götürək. Görək onun 1 molunda neçə deməli atom var. H klor 1 mol hidrogen atomu var. 1 mol klor atom var. Nəticədə 2 mol ümumi atom var. Amma sayla ifadə edəndə, moldan saya keçəndə, onda gərək biz bura bunu altdan %2 vururuz deyimiz. Yaxşı? Yəni 12,4 vur 10 üstü 23. Yaxşı? Deməli, maddənin 1 molunu götürəndə, yəni 1 mol H klorda 12,04 vur 10 üstü 23 ümumi atom var. Hansı ki 1 molu hidrogen, 1 molu xlor atomu. Yəni 6,2 vur 10 üstü 23 hidrogen atomu, 6,2 vur 10 üstü 23 xlor atomu. Ümumilikdə 12,04 vur 10 üstü 23 ümumi atom. Amma onlar bizə 1 yox, 1,5 mol veriblər. Yəni 1 mol, bir də 1-in yarısı qədər verib. Çalışın ki, məsələnin mahiyyətini başa düşün. Yəni, bunu elə bil ki, belə düşünün də, 1,5-i buna bu ədədə vurmaq, 12,04-ə vurmaq, yəni 12,04-ün özünü götürürsünüz, bir də 12,04-ün yarısını gəlirsiniz 12,04-ün üzərinə. Yaxşı? Onda necə olacaq? Elə bil ki, 12,04-ün üzərinə 12,04-ün yarısını gəlirsiniz. Nə qədər edir? 6,02-nin gəlirsi də bunun üzərində. 18,6. 18,6 vurulsun. 10 üstü 23. Düzdür? Düzdür? İndi cavablara baxaq. Hansı cavab olacaq orada? 18,6 vur 10 üstü 23 varmı? 1,806. Burası orada bir dənə məsələ var. Nədir məsələ? Atom sayını düzmü getdik? 1,5 mol H klor. 2'dir, 1,5'i burada bu 3'tür. Biz hidrojen atomu soruşuruq, yoxsa cəmi atom soruşuruq? Cəmi atom soruşurdum. Hə, söhbət düzdür. 18,06. Siz əgər vergülü çəkmiş olsanız sola tərəf, onda bunu artırmış olmalısınız. 1,806 vurulsun 10 üstü 24. Yəni A variantı niyə olmadı? Çünki orada 1,806 vur 10 üstü 22 yazıblar. 1,806 vur 10 üstü 24 olsaydı, onda sualımızın 2 cavabı olacaqdı. Keçək 19-cu suala dostlar, yaxşı. 19-cu sualda vəziyyət nədir? 5,6 qram kalium OH neçə moldur? Maddənin emerini veriblər. 56. Emer nədir dostum? Neçə mol uyğun gəlir? 1 mol. Bəli, 1 mol deməli kalium OH. Sən bunu görəndə həmişə bunu bir dəfəli bil ki, bunu yazmaq lazım. 1 mol kalium OH neçə qramdır? 56 qram. Gözəl. İndi bizə bunlar neçə qram veriblər? Kalium OH-ı? Yox. Bizə veriblər 5,6 qram. Deyirlər ki, kalium OH neçə mol olar? Yaxşı. Sizcə tənasibin bir tərəfi neçə dəfə azaldıb? 10 dəfə. Deməli, bu tərəfdə 10 dəfə azaldı. 1 10 dəfə azaldığında nə qədər eləyəcək? 0,1 mol eləyəcək. Düzdür? Cavab B variantı olacaq. Keçək 21-ci suala. 5,4 qram suda neçə molekul var? Uşaqlar, suyun formulu HCO və emerdə 18-dir. Yəni, bu o anlama gəlir ki, suyun molyar kütləsi 18 qram böl moldur. Hər dəfə deyirəm. Yəni, bu o anlama gəlir ki, 1 mol suda 1 mol su 18 qramdır. Düzdürmü? Düzdür?
1 mol suda da nə qədər molekul var? Nə qədər molekul olur istənilən maddənin 1 molunda? 6,2 vur 10^23. Düzdürmü? Yəni istəyir 1 mol, istəyir 18 qram su. Nə qədər molekula uyğun gəlir? 6,2 vurur 10^23 molekula uyğun gəlir. Biz bu datanı biləndən sonra, bu məlumatları biləndən sonra rahat bir şəkildə tənasıb qura bilərik. Yəni 18 qram su 6,2 vur 10^23 molekulu varsa, düzdürmü? 5,4 qram suyun nə qədər molekulu var? Düzdür? 5,4 18-dən neçə dəfə çoxdur? Daha üzr istəyirəm. Neçə dəfə azdır? Hə. Elə bir ki, böləndə bunu 0,3 edir də, belə böləndə. Düzdürmü? 0,3. Bunu da 6,2-yə vuranda neçə edəcək? 18,6 vur 10^22. Düzdür? Belə cavab yoxdursa, onda 1,806 vurulsun 10^23. Bunu götürəcək. Var mı belə cavab? Elə Y variantı var. Keçək 26-ya, sonra da 28-ə, ən sonunda 30-a. Elə çox sual qalmayıb, heç bir narahatçılıq yoxdur. 26-cı sual. 26-cı sualda nə deyir? 324 qram sink oksid neçə moldur? Sink oksidin əməli neçə veriblər? 81. Deməli 1 mol. 81 veriblər. Düzdürmü? Bunun mənası nə deməkdir, emeri veriblərsə? Yəni, sink oksidin molyar kütləsi nə qədərdir? 81 qram bölünsün moldur. Yaxşı. Buradan hansı nəticəyə gəlmək olar? Yəni, 1 mol sink oksid 81 qramdır. 324 qram neçə mol eləyər? Burada da 4 dəfə yerləşəcək. Düzdür? Və gəldik 28-ci suala. Kristaliyatla bağlı sualdır. 0,2 mol magnezyum SO4 vurulsun 7 mol su. Birləşməsində neçə mol atom var? Abdullayev, Buyurun. burada ümumiyyətlə bunun 1 molunu götürəndə burada mənə deyə bilərsən nə qədər atom var? Ən çətin hissəsi budur. 1 molunu götürəndə. Bir gedək də. Bir dənə magnezyum, 5, bir dənə kükürt, 4 dənə oksigen, düzdür? 27-də. Sonra hidrogen 2-dir, əmsalı da var. Deməli 14 hidrogen, düzdürmü? 7-ni birə vursan 7 oksigen. Onda ümumilikdə nə qədər atom elədi? 14, 7, 21, 1, 22, bu da 1, 23. Düzdür? 1 magnezyum, 1 kükürt, 4 oksigen. Burada suyun da tərkibində 7 vur 2, 14 hidrogen, 7 oksigen. Nə qədər elədi? 23 eləmədi. Deməli, birləşmənin 1 molunda, 1 mol bu birləşmədə, yəni formul, yəni 1 mol deməkdir, yazılsa. Formul, gördüyünüz formul 1 mol deməkdir. 1 molda 23 nə var? Mol atom var. Görürsünüz, bu da Avogadro ədədinə vurmadım. Niyə? Çünki atomu sayla demir mənə. Hissəci sayla demir. Avogadro ədədini ifadə etməyə demir. Deyir, mol ilə göstər atomu. 23 mol ümumi atom var. Amma 0,2 mol bu birləşmə götürsən, 5 dəfə az götürsən deyə, 23-ü də 5 dəfə nə eləməlisən? Azaltmalısan. Düzdür? Nə qədər eləyəcək bu? Nə qədər eləyəcək? Orada hesab, atom sayı hesabını nəsə... O da 27 idi. Nə hesablanmamışıq burada? Oksigen 7-dən götürmədi. 2 dənə 14 götürüldü. 14, 7, 21, 4, 25, 2, 27. Bu hesablamamızda səhvimiz olub burada düzdür. Deyirəm, axı cavabda yox. 27-nin eynilik 5 dəfə azaldırıq. Bu da nə qədər? 5 onda 4 eləmir. Bu da belə. Və 30. Və X və Y istəyirlər, deyir tapın. Düzdürmü? Uşaqlar,
Qaz birləşmələri veriblər, bu qazları veriblər. C2H6 qazı, C2H4 qazı, normal şəraitdə 33.6, 44.18. Biz bilirik ki, 1 mol istənilən qazın həcmi normal şəraitdə 22.14 litr həcm tutur. Düzdürmü? Bunu bilirik. Deməli, bu qazı 33.6 veriblərsə, bəli, x mol yazıb və tənasübdən tapılır ki, 33.6 22.14-ə böləndə 1,5 mol edir. Və o birini də həmin qayda ilə götürüb buradan silirik bunu, təzədən 44.8 yazırıq. O biri də nə qədər eləyəcək? 2 eləyəcək. Yəni 44.8 22.14 bölürsü 2. Deməli, biri 1.5, biri də 2 eləyir. Yəni doğru cavab C olacaq. Bu da bu qədər. Qalan suallarda evdə özünüz baxıb nə edəcəksiniz? İşləyəcəksiniz.